Mikhail İvanoviç Glinka 1804-cü ilin 20 may tarixində Smolensk quberniyasının Novospask kəndində anadan olmuşdur. Glinkada musiqiyə həvəs erkən yaşlarında aşkar olunur. Onun dayısına məxsus olan təhkimçi orkestrın təsiri altında bu həvəs əsl ehtirasa çevrilir. Xüsusilə Rus xalq mahnıları onun xoşuna gəlirdi. Orkestra həvəsli olan kiçik Glinka skripka və fleytada çalmağa meyl göstərirdi. Təxminən 11 yaşlarında o, fortepianoda, sonra isə skripkada ifaçılıqla məşğul olmağa başlayır. Eyni zamanda o, xarici dilləri, ədəbiyyat və tarixi öyrənir. Böyük həvəslə coğrafiya ilə məşğul olur. Yetkin yaşlarında Glinka yüksək mədəniyyət və müxtəlif sahələr üzrə geniş bilikləri ilə fərqlənirdi. Daha doğrusu o 8 dil bilirdi. 1812-ci ildə Vətən müharibəsi başlananda Glinkalar ailəsi düşmən baskısından xilas olmaq üçün Rusiyanın uzaq yaşayış yerlərindən birində məskunlaşırlar. 1817-ci ildə Glinkanı Peterburqa gətirərək zadəgan övladları üçün nəzərdə tutulmuş lisey tipli tədris müəssisəsinə Nəcib pansiyona təyin edirlər. Burada o təhsilini davam etdirərək 1822-ci ildə başa çatdırır. Bir müddət məmur kimi çalışıb istefa verir. Hələ pansiyonda təhsil aldığı illərdə Glinka fortepiano və skripkada, həmçinin nəzəri fənlər üzrə Peterburqun ən yaxşı müəllimlərindən dərslər alır. Bununla yanaşı o, opera teatrına tez-tez gedir. Tanış ailələrdə təşkil olunan musiqinin həvəskar ifalarında həvəslə iştirak edir. Novospaskda olan dayısının orkestrinin ifalarını dinləməklə məşğul olur. Pansiyonun son tədris ilində Glinka ciddi yaradıcılıq üçün kifayət qədər biliklərə malik olmasa da, musiqi bəstələməyə başlayır. Glinkanın sənətkar kimi formalaşması üçün o dövrün Pushkin, Griboyedov və Zhukovski kimi böyük ədəbiyyat xadimləri ilə təmasda olması əhəmiyyətli rol oynayır. 20-ci illərin sonuna yaxın Glinka artıq bir neçə əsərin, o cümlədən məşhur Aldatma romansının müəllifi idi. Lakin o yaradıcılıq üçün zəruri biliklərə yiyələnməyin vacib olduğunu hiss etdiyi üçün səhhəti ilə əlaqədar xarici ölkəyə səfər zamanı bu biliklərə yiyələnməyə qərar verir. Glinka İtaliya və Almaniyada 4 il yaşayır. Böyük maraq və həvəslə o, xarici ölkələrin həyatı və mədəniyyəti ilə tanış olur. Berlioz, Mendelssohn, Bellini, Donizetti ilə görüşür. Müasir musiqi dinləyir və öyrənir. Ən yaxşı müğənnilərlə təmasda olaraq oxuma və səs üçün bəstələmə texnikasına yiyələnir. Xaricdə olduğu son aylarda o, Berlində məşhur Alman musiqi nəzəriyyəçisi professor Siegfried'in rəhbərliyi altında bəstəkarlıq ustalığını artırır. Glinka əsl milli, iri həcmli əsər yazmaq fikrinə düşür. Hələ xaricdə olarkən Glinka gələcək milli opera üçün 2 musiqili mövzu işləyir. 1834-cü ildə Rusiyaya qayıdan bəstəkar öz arzusuna çatmaq üçün böyük işgüzarlıqla işləməyə başlayır. Onu Zhukovskinin məsləhət gördüyü İvan Susaninin sujeti cəlb edir. Glinkanın dövründə bu mövzuya müraciət edərək irtica tarixçi və ədəbiyyatçıları adi kəndli Susaninin qəhrəmanlığını, mütləqiyyət və təbəllük sadiqliyini şöhrətləndirmək üçün istifadə edirdilər. Baron Rozenin müəllifi olduğu operanın librettosu da rəsmi monarxik şərhə xidmət etmişdi. Lakin Glinkanın ideya yanaşması fərqli idi. Hələ librettonun yazılmasına qədər Glinka gələcək operanın planını tərtib edir. Bu plana əsasən opera İvan Susanin qəhrəmanı faciəvi vətən operası adlandırılmalı idi. Buradan məlum olur ki, Glinka operada Rus xalqının şücaətini, öz vətənini xilas etmək naminə qəhrəmanlıq göstərmiş adi kəndlinin yüksək mənəvi keyfiyyətlərini tərənnüm etmək istəmişdi.
İvan Susanin operasının ilk tamaşası 1836-cı ilin 27 noyabr tarixində Peterburq Böyük Teatrının səhnəsində baş tutur. Bu gün Rus musiqi klassikasının yaranma günü kimi tarixə düşür. Rus cəmiyyətinin qabaqcıl adamları operanı hərarətlə qarşılayır. Hələ tamaşaya qədər Gogol, daha sonra görkəmli tənqidçi Adayevski operanın əhəmiyyəti haqqında yüksək fikirlər dərc etdirsələr də, Peterburq kübarları Qlinkaya öz düşmən yanaşmalarını gizlətmir. Bu musiqini Arabatçı musiqisi adlandırırlar. Glinka isə buna cavab olaraq bu yaxşıdır, hətta düzdür, çünki Arabatçılar məncə cənablardan daha dəyərlidir deyir. İvan Susanin operasına yüksək təbəqədə başqa yanaşma olur. Çar 1. Nikolay Glinkanın xalq vətənpərvər operasının mütləqiyyətinin tərənnümü kimi qəbul edilməsini istəyir. Ona görə də operanın adı Çar uğrunda həyat adlandırılır və 1. Nikolay bəstəkarı lütfkarlıqla tərifləyir. 1837-ci ildə Glinka Saray Xor Kapellasında xidmətə təyin olunur. Kapellada olduğu 3 il ərzində Glinka onun bədii səviyyəsinin yüksəlməsi, Rus xor sənətinin inkişafı üçün çox işləyir. Kapellaya yeni müğənniləri seçmək üçün 1838-ci ildə o Ukraynaya səfər edir. Onun seçib kapellaya gətirdiyi kəndli yeniyetmələr arasında gələcək məşhur müğənni və bəstəkar Zaporojyalı Dunay arxasında klassik Ukrayna operasının yaradıcısı, Glinkanın yetişdirməsi Gulag Artemovskidə yer alır. İvan Susanin operasının tamaşasından sonra Glinka yeni Ruslan və Lyudmila operasını yazmaq qərarına gəlir. Bəstəkar librettonun Pushkin tərəfindən yazılmasını arzulasa da, lakin şairin vaxtsız vəfatı bu fikirləri alt-üst edir. Opera üzərində iş 5 ildən artıq bir müddəti əhatə edir. Əlbəttə, əgər Glinka daha münasib şəraitdə yaradıcılıqla məşğul ola bilsəydi, yəqin ki, opera daha tez müddətə yazılardı. Paytaxtın kübar cəmiyyəti bəstəkara qarşı düşmənçiliklə yanaşırdı və onun ailə məsələlərindən istifadə edərək onu intriqa və qeybətlərə düçar edirdilər. O, yalnız dostlarının əhatəsində olanda bu intriqalardan uzaqlaşa, dincələ bilirdi. Nəhayət, Ruslan və Lyudmila operası tamamlanır və 1842-ci ilin 27 noyabr tarixində tamaşaya qoyulur. Bu operanın sujeti onun mütləqiyyətinin tərənnümü kimi şərh etməyə imkan yaratmadığından və Pushkinin adı ilə bağlı olduğundan bu əsərə Çar 1. Nikolayın münasibəti başqa cür olur. O, bəstəkara olan qərəzliyini açıq-aydın nümayiş etdirir. Premyerada iştirak edərək tamaşa qurtarmamış zalı tərk edir. Bununla belə operaya qarşı açıq təqib və böhtanlara başlayan kübar kütləyə açıq işarə verilir. Lakin Glinkanın müdafiəsinə qabaqcıl musiqi cəmiyyəti qalxaraq dahi əsəri dəstəkləyirlər və opera ilk yaranma ilində 40 dəfə nümayiş etdirilir. Kübar cəmiyyətinin qərəzli münasibəti Glinkanın ağır sarsıntılar keçirməsinə səbəb olur. 1844-cü ildə bəstəkar Peterburqdan Parisə köçür. O, burada bir il yaşayaraq Fransız mədəniyyəti ilə tanış olur və İspaniyaya səyahət etməyə hazırlaşır. Fransada olduğu müddətdə Glinka yenidən Berliozla rastlaşır və onun köməkliyi ilə Parisdə bir neçə əsərinin ifasını təqdim etməklə Fransız musiqi xadimlərinin rəğbətini qazanır və Rus musiqisinin təbliğinə nail olur. İspaniyaya səfər gözəl yaradıcılıq nəticələri verir. 1846-cı ildə Madriddə olduğu zaman Glinka yeni simfonik janrın ilk nümunəsini, xalq mövzusunda fantaziyanı Aragon Xotası uverturasını yazır. İspaniyadan qayıtdıqdan sonra ikinci İspan uverturasını bəstələyir. 1851-ci ildə ikinci redaksiya ilə o Madriddə yay gecəsinin xatirəsi adını alır. Ömrünün son 9 ilini Glinka fasilələrlə gah Peterburqda, gah Varşavada, gah Parisdə, gah da Berlində keçirir. O, Kamarinskaya simfonik fantaziyasını yazır və yeni iri həcmli əsərlər üzərində Taras Bulba simfoniyası və İki ərli operası üzərində çalışmağa başlayır.
və sonradan bu işi dayandırır. Komarinskayadan sonra o ayrı-ayrı xırda pyeslər, əsasən romanslar və bəzi əvvəlki əsərlərinin yenidən işlənmələri üzərində işləyir. Bu zaman o öz xatirələrini, qeydləri yazır. Tam susqunluğun demək olar ki, səbəbi yuxarı təbəqənin laqeydliyi idi. Glinkanın musiqisi az və pis ifa edilərək, bilərəkdən ümumiyyətlə göstərilmirdi. Bununla yanaşı intriqa və qeybətlər yenidən vüsət almağa başlamışdı. Bütün bunlar Glinkanı artıq dözülməz olmuş Çar Peterburqundan uzaqlaşmaq fikrinə vadar etmişdi. Lakin yaradıcılıq prosesini çətinləşdirən və bu özünə məxsus böhranı yaradan başqa səbəblər də var idi. 40-cı illər Rus incəsənətinin yeni meyllərin yarandığı dövr idi. İncəsənət sosial və psixoloji konfliktlərin əks etmə yoluna qədəm qoyur, yeni cərəyanı üçün mövcud quruluşun haqsızlığı, alçaldılan və təhqir olunanların hüquqsuzluğuna qarşı barışmazlığı müəyyən edici olur. Belə şəraitdə Glinka kimi qabaqcıl sənətkar üçün əvvəlki kimi bəstələmək mümkün deyildi. Yeni yolların axtarışları kifayət qədər ağır idi. Dəyişən dünya görüşü və yeni üslub imkanları sahəsindəki axtarışlar, bədii nəticələr 40-cı illərin sonunda bir neçə romansda əldə olunur. 1856-cı ildə Glinka Berlinə köçür. Burada yenidən Denlə görüşən bəstəkar böyük həvəslə Rus xalq mahnısı və polifoniyasının klassik formalarının birləşməsi əsasında çox səsliliyin inkişafı üzərində çalışır. 1857-ci ildə xəstələnir və yatağa düşür. Bununla bağlı onun qaraciyərinin xəstəliyi kəskinləşir. 3 fevral tarixində Glinka vəfat edir. Onun külü tezliklə Peterburqa gətirilir və Aleksandr Nevski Lavrı qəbristanlığında dəfn olunur və burada ona heykəl qoyulur. Glinkanın vəfatını Rus cəmiyyətinin ən geniş dairələrində dərin kədərlə qarşılayırlar. Həmən ildə Stasov bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məqalə çap etdirir. Bir qədər sonra Serov və Laroche Glinka haqqında qiymətli işlər görürlər.